Bismillahirrahmanirrahim. Bir çox suallar var ki, oruç tutanı narahat edir. O suallardan biri budur ki, oruc olduğum halda dişlərimi fırçalasam orucum batil olar ya yox? Və eyni zamanda oruclu halda çimmək orucu batil edən amillərdəndir ya yox? İlk öncə bu sualın cavabını belə verək. Çimmək və dişi fırçalamaq öz-özlüyündə orucu batil edən əməllərdən deyil. Məsələn, yemək, içmək və bu kimi əməllər ki var, öz-özlüyündə orucu batil edir. Amma diş fırçalamaqdır, hamamda çimmək, yəni ümumiyyətlə çimmək öz-özlüyündə orucu batil edən əməllərdən deyil. Ümumiyyətlə, oruc tutan şəxs hər iki halda, həm dişini fırçalayan zaman, həm çimən zaman diqqətli və ehtiyatlı olmalıdır. Yəni, dişini fırçalayan zaman diqqətli və ehtiyatlı olmalıdır ki, ağzında olan su boğazından keçməsin. Əgər bunu qəsdən edərsə, onun orucu batil olmuş olar. Çimməyə gəlincə, ümumiyyətlə, bədəni zəiflədən hər bir əməl oruc tutan üçün məkruhdur, bəyənilmir. Orucu batil etməsə də belə bəyənilən əməllərdən deyil. Çimmək də o əməllərdəndir. Əgər oruc tutan üçün çimmək zəruri deyilsə, ehtiyat edib çimməyi sonraya saxlaya bilər. Amma namaz üçün ki, oruc almaq vacibdir, əgər bir insanın boynunda qüsul varsa, oruc əsnasında boynuna qüsul gələrsə və namaz üçün də qüsul almaq vacibdir, bu zaman qüsulunu almalıdır və diqqətli və ehtiyatlı olmalıdır ki, çimən zaman su boğazından keçməsin. Əgər bunu da qəsdən edərsə, onun orucu batil olmuş olar. Allah tutduğumuz orucları qəbul eləsin, Allah bizi bağışlanmış bəndələrindən qərar versin. Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.